Herkese salam, bütün izləyicilərimizi salamlayıram. Bizim videolarımıza bəyənənləri, videolarımıza baxanları, bizlərə dəstək olanlara hər kəsə öz minnətdarlığımı bildirirəm. Fərqi yoxdur. Videolarımıza baxanlar, baxmayanlar, abunə olanlar, olmayanlar. Məqsədimiz sadəcə burada kimlərisə öyrətməkdir. Bugünkü dərsimiz İspan dilində olacaq, İspanyol dilində olacaq. Tam dəqiq şəkildə desək, artıq bugündən etibarən bu video ilə birlikdə İspan dilini proqramlı şəkildə, yəni qaydalı şəkildə öyrədəcək. İspan dilində kim öyrənmək istəyirsə, bizim YouTube kanalımızdan, yəni bu kanaldan nömrəli şəkildə 1-ci dərs, 2-ci dərs, 3-cü dərs və s. həmin videolara baxıb, birinci olaraq, ilkin olaraq hansı dərsi öyrənmək lazımdır və sonrası ardı necə olacaq onları öyrənə bilər. Bu birinci dərsimiz olacaq. İlk öncə İspan dilində məlumat verək. Yəni İspan dilini öyrənmək istəyənlər bilsinlər ki, onlar hansı dili öyrənirlər. İspan dili öyrənilməsi asan olan dillərdən biridir. Yəni o qədər də çətin bir dil deyil İspan dili. Əsl İspan dili İspaniyanın, yəni İspaniya ölkəsinin, İspaniyanın danışdığı dildir. İspaniyanın rəsmi dili İspan dilidir. Cənubi Amerikada istifadə olunan İspan dili var. Həmin o İspan dili İspaniyada istifadə olunan İspan dilinin ləhcəsidir. Belə desək, tam dəqiq şəkildə olar. Ləhcəsidir. Əsl İspan dili İspaniyada istifadə olunan İspan dilidir. Yəni Cənubi Amerikada istifadə olunan İspan dilləri ilə, yəni dili ilə İspaniyada istifadə olunan İspan dili arasında o qədər də böyük bir fərq yoxdur. Cüzi şəkildə istisnalar var, cüzi fərqlər var. İspan dili Cənubi Amerika ölkələrində də istifadə olunur, həmçinin İspaniyada da istifadə olunur. Bugünkü dərsimizdə, birinci dərsimizdə biz nəyi öyrənəcəyik? Los pronombres personales, yəni İspan dilində şəxs əvəzliklərini öyrənəcəyik və digər dərsimiz isə ser feili olacaq. Yəni bunların ikisi bir yerdə öyrənəcək. Ser feili olmaq deməkdir. İlk dərsimiz nədir? Los pronombres personales. Şəkildə də gördüyümüz kimi los pronombres personales nədir? Şəxs əvəzliklərdir. Əlbəttə ki, mübtəda üçün şəxs əvəzlikləri. Yo, mən deməkdir. Yo, mən. Tam yo, yox. Biraz j səsi alınacaq. Yo, mən deməkdir. Yo, mən deməkdir. Tu, sən deməkdir. Tu, sən deməkdir. Baxın, burada bir dənə diqqət edək. Tu, o u-nun üzərindəki xətt qoyulur ortadan sağ istiqamətə, yəni özümüzdən sağ istiqamətə doğru. Bu İspan dilindədir. Sol istiqamətinə olsaydı, bu olacaqdı İtalyan dilində. İspan dilində ortadan, yuxarıdan, yəni ortadan sağ istiqamətdə xətt qoyulur. Əgər biz bunu qoymasaq, onun mənası fərqli olacaq. Yəni kimsə fikirləşməsin ki, bunu yazılışda mən yazmasam da olar. Xeyr, tam səhv düşüncədə olacaq. Həmin o xəttlər sözün mənasını dəyişəcək. Sözün mənasını dəyişir. Misal üçün, üzərində xəttdə olan ifadə ilə tu başqa bir mənanı kəsb edir. Amma xətti qoymasaq yazılışda başqa bir məna olacaq. O zaman yo, mən, tu, sən. El, o, eyni ilə bizim bayaq dediyimiz fikirlər el sözünə də aiddir. El, o kişi cinsi üçün. Yəni burada əgər biz kişi cinsindən bəhs ediriksə, yəni kişidən danışırıqsa, bu olacaq el. El, o kişi cinsi üçün. Ya, o qadın üçün. Baxın, burada 2 dənə l var. İspan dilində 2 dənə l hərfi yan-bayan gələndə y səsi verir. Ya, o qadın cinsi üçün. Ya, o qadın cinsi üçün. Və bir də var rəsmi danışıq. Rəsmi kontekstlərdə istifadə olunan siz, yəni hörmət mənasında. Siz, usted. Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs. Bunların hər biri təkdə olanda bu şəkildə olacaq. Yo, mən, tu, sən, el, o kişi cinsi, ya, o qadın cinsi, usted, biz. Yəni siz, üzr istəyirəm. Siz, usted, siz. Yo, mən, tu, sən, el, o, ya, o qadın cinsi üçün və usted, siz. İndi keçirik bunların cəm variantlarına. Cəmdə necə olacaq? Nosotros, nosotras.
İndi baxın, burada bir dənə diqqət edirik. Burasına diqqət edirik. Harda nosotros olur, harda nosotras olur. Biz nosotros deməkdir ümumiyyətcə. Nosotros, nosotras. Əgər danışdığımız biz, yəni bu cəmdə olan biz bu kişilərdən ibarətdirsə, tam şəkildə kişidən ibarətdirsə, nosotros olur. Və yaxud da ki, qarışıqdırsa, kişi və qadın şəxslərdən ibarətdirsə, yenə nosotros olur. İspan dilində belədir. Toplum qarışıqdırsa, kişi və qadındırsa, üstünlük kişiyə verilir. Yəni, cins kişi olaraq götürüləcək. Əgər, yenə deyirəm, danışdığımız şəxslər biz, kişilər həm kişilərdir və yaxud da ki, kişili və qadınlı toplumdur. Burada olacaq nosotros. Yalnızca qadınlardan ibarət bizdən danışırıqsa, o zaman olacaq nosotras. Nosotras olacaq qadınlardan ibarət biz. Siz, yəni cəmdə olan siz, vosotras, vosotros, vosotras. Bu vosotros, vosotras sözü eyni ilə İspaniyada istifadə olunur. Eyni ilə İngilis dilində you deyildiyi kimi, yəni həm sən, həm siz, həm də hörmət mənasında, yəni rəsmi danışıqlarda istifadə olunan you kimi onun üçün yazılıb. Yalnızca İspaniyada istifadə olunur. Cənubi Amerika ölkələrində vosotros sözü istifadə olunmur. Vosotros sözü yalnızca İspaniyada istifadə olunur. Burada da həmin eyni fikirlər buna da aiddir. Kişi, həm kişi və yaxud da ki, qarışıq toplum, kişi və qadınlardan ibarət olan toplumda vosotrosdan istifadə edəcəyik. Sizlər, yəni vosotros. Yalnızca qadınlardan ibarət olan toplumda, yəni siz deyə müraciət etdikdə vosotras deyə istifadə edəcəyik. Vosotras. Gəldik üçüncü şəxsin cəm variantına. Üçüncü şəxsin cəm variantında onlar kişilər üçün. Ellos. Baxın, burada da iki l hərfi yan-bayan gəlib, y səsi alınacaq. Ellos, onlar kişilər üçün. Ellas, onlar qadınlar üçün. Ellas, onlar qadınlar üçün. Burada həm kişi, həm qadın olanlar üçün necə olacaq? Onu da siz təxmin edin. Əlbəttə ki, ellos olacaq. Üstünlük hər zaman kişilərə verilir. Kişilərdən ibarətdirsə ellos, qadınlardan ibarətdirsə ellas, qarışıqdırsa yenə ellos. Və cəmdə olan sizlər, hörmət mənasında siz deyə istifadə etdikdə ustedin cəm forması olacaq ustedes. Ustedes siz deməkdir. O zaman İspan dilində bu mövzunu yekunlaşdıraq. Necə oldu? Los pronombres personales. İspan dilində şəxs əvəzlikləri mübtəda versiyasında. Yo, mən, tu, sən, el, o kişi cinsi üçün, ella, o qadın cinsi üçün, usted, siz rəsmi kontekstlərdə istifadə olunur. Biz nosotros, nosotras, siz vosotros, vosotras, onlar kişi cinsi üçün ellos, onlar qadın cinsi üçün ellas və rəsmi kontekstdə istifadə olunan sizlər ustedes. Burada yəqin ki, bir çətinçilik olmayacaq. Digər mövzumuz isə ser feilidir. Bu feildir. Ser olmaq mənasını bildirir. Yəni el verbo ser. İspan dilində desək, yəni ser feili. Bunu da şəxs əvəzlikləri ilə bir yerdə öyrənirik. Ser feili olmaq deməkdir. Birinci şəxs üçün, yəni mən üçün, yo üçün soy olacaq. Yo soy. Yo soy olacaq. Yo soy mənəm deməkdir. Yo soy aliyar. Yo soy aliyar. Mən əliyaram. Yo soy aliyar. Sadə bir cümlə. Yo soy aliyar. Mən əliyaram. Yo soy. Yəni İngilis dilində ifadə etsək, I am aliyar. I am aliyar. Mən əliyaram. Yo soy aliyar. Mən əliyaram. Tu eres olacaq. Tu eres. Sənsən. Misal üçün, you are aliyar. You are aliyar. Sən əliyarsan. Tu eres aliyar. Tu eres. Tu eres aliyar. Sən əliyarsan. İkinci şəxsin təki üçün oldu bu. Tu eres.
Üçüncü şəxsin təki üçün, baxın, kişi cinsində də, qadın cinsində də, rəsmi kontekstdə də eynidir. S olacaq. El, ya, S. El, ya, S olacaq. Həmçinin usted, S olacaq. Usted, S olacaq. Fərqi yoxdur. Üçündə də S olur. Nosotros, nosotras. Somos, yəni bizik. Nosotros, nosotras. Somos. Vosotros, vosotras. Sois. Vosotros, vosotras. Sois. Ellos, ellas, ustedes son. Baxın, nosotros somos. Bizik. Vosotros sois. Sizlərsiniz. Ellos, ellas, ustedes. Ustedesi qoyduq kənara. Ellos, ellas son. Onlardırlar. Və yaxud da ki, ustedes son. Sizlərsiniz. Yəni, rəsmi kontekstdə danışdığımız siz. Bu ser mövzusunda, yəni ser fe'lində bitiririk ümumiyyətcə. Ser fe'lə nə oldu? Olmaq oldu. Bunu hallandırırıq. İspan dilində bunu hallandırırıq. Yo soy, tu eres, él, ella, usted es. Nosotros somos, vosotros sois, ellos, ellas, ustedes son. Yəni dediyim kimi, videomuzun əvvəlində dediyim kimi çox o qədər də çətin bir dil deyil. Sadəcə öz üzərimizdə praktika ilə məşğul olmaq lazımdır. Keçirilən dərsləri, burada qoyacağımız dərsləri məşğul olmaq lazımdır, öyrənmək lazımdır. Öyrənib daha sonra həmin o öyrəndiyimizi praktik şəkildə öz üzərimizdə artırırıq. Yəni məqsəd budur. Burada çətin deyilən bir şey yoxdur. Bunları edirik, hər şey oturur yerinə. Baxın, öyrənirik və praktika ilə məşğul oluruq. Qrammatikanı öyrənirik, daha sonra öyrəndiyimizi praktika ilə göstəririk. O zaman bunların ikisi də bir yerdə olduqda qarşılıqlı əlaqədə olub bir nəticəsini göstərəcək. Burada dediyim kimi bugünkü dərsimiz ispan dili haqqında şəxs əvəzliyi mübtəda üçün və ser fe'li oldu, yəni olmaq. Buradan artıq dediyim kimi qaydalı şəkildə ispan dilini öyrənənlər bu kanaldan istifadə edə bilər. Burada qaydalı şəkildə biz qoyacaq birinci dərs, ikinci dərs, üçüncü dərs. Ümid edirəm ki, bu mövzudan ispan dilini öyrənənlər faydalanacaq və öz bəhrəsini görəcək. Baxanlara, bəyənənlərə, hər bir kəsə, abunə olanlara sonda öz minnətdarlığımı bildirirəm.